Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Sizə vacib məqamlardan birinin izahını verəcəyəm və bunu nə edirik? Yadda saxlayırıq, bəyənirik, paylaşırıq, dəstək oluruq. Ümid edirəm ki, dəstək olacaqsınız. Deməli uşaqlar, yadımızda qalsın ki, insan anlayışı bildirən sözlər də, isimlər də nə sualına cavab verə bilər. Ancaq nə zaman verəcək? Yadda saxlayırıq. İsmin qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təhsillik halının ancaq bir dənə nə sualı var. Yəni, qrammatik göstərici əsasdır. Qrammatikada nədirsə tələb onu eləyəcək. Əgər həmin insan anlayışı bildirən sözlər ismin bu hallarından hər hansı birində olarsa, o zaman biz insan anlayışı bildirsə də ona nə sualını verəcəyik. Məsələn, mağazaya işçi axtarır. Uşaqlar, normalda biz işçini axtarır deyə bilərik. Yəni, müəyyən təhsilliyə çevirə bilərik. Deməli, bu işçi sözü ismin hansı halında oldu? Qeyri-müəyyən təhsillik halında oldu. Qeyri-müəyyən təhsillik halının sualı ancaq nədir? Bəli, ancaq nədir? İnsan anlayışı bildirsə də, biz qrammatik cəhətdən nə sualını verəcəyik? Mağazaya nə axtarır? Sabir yaradıcılığı genişdir. Nə genişdir? Sabir yaradıcılığı. Sabirin yaradıcılığı deyə bilirəm. Sabir qeyri-müəyyən yiyəlik haldadır. Biz ancaq nə sualını verəcəyik. İkisi bir yerdə cavab versə də, şəxs bildirən söz nə sualına cavab verə bilir. Hətta adlıq halda belə insan anlayışı bildirən söz nə sualına cavab verə bilər. Məktəbə müəllim lazımdır. Məktəbə kim lazımdır deyə bilmirik. Məktəbə nə lazımdır? Məktəbə müəllim lazımdır. Nə deyəcəyik? Deməli, bu üç halda olanda insan anlayışı bildirən söz nə sualına cavab verə bilər. Nə edəcəyik? Dəstək olacağıq. Sizə güvənirəm.